اللهم صل على محمد وآل محمد. Bunlar çok çalışırlar. Orada, burada tohid, şirk filan. Ama görün bu dəstənin tohidi nə gündədir? Ki bu tohid deməkdir ya yox. Bunların tohiddən danışmağa bir səlahiyyəti varmı ya yox? Bu kitab Naqd Osman ibn Sa'id adında kitabdır. Həmən bu kitabda Osman ibn Sa'id el-Miresi adında bir əhl-i sünnə aliminə cavab yazır. Həmən bu Osman ibn Sa'id eyni ilə İbn Teymiyye'nin fikrindədir. Və bu kitabı da təhqiq eləyən, yəni onun araşdırmacısı Mansur ibn Abdülaziz Səmavi. Həmən bu şəxs deməli 1384-cü ildə hicrətin dünyaya gəlib və bakalorius şəhadətnaməsin İmam Muhammed ibn Saud Universitetindən əldə edib və Mədinətil Münəvvərədə də İslam Universitetinin bir növ müəllimlərindən biridir. Mansur ibn Abdülaziz Səmavi. Deməli, həmən bu Osman ibn Sa'id vəfat edib hicrətin 280-cı ilində. Hicrətin 280-cı ilində. İndi orada olan məlumata diqqət edin. ثُمَّ أَكَّدَ الْمُعَارِض دَعْوَاهُ فِي أَنَّ اللّٰهِ فِي كُلِّ مَكَانٍ. Biz şiələrin etiqadında Allah'a məkan ki Allah Teala buradadır, burada deyil, əgər etiqaddan olsa bu küfür. Allah la məkan. Allah la məkan. Allah'a məkan qərar vermək küfürdür. Əhl-i sünnə ulamalarından Miresi adında birisi belə bir fikir irəli sürür və öz fikrini də müdafiə edir, eyni Əhl-i Beytin rəyi ilə də uyğundur. Baxı, mən keçmiş bəhsdə qeyd eləmişəm. Allahın məkanı yoxdur mövzusunda Əhl-i sünnənin ulamaları ilə şiə alimləri rəy birliyi eləyir. Heç İbn Teymiyyə dünyaya gəlməzdən qabaq ulamalar icma iddiası eləyir. Məsələn, İmam-ül Harameyn, İmam-ül Cüveyni qeyd elədiyi kitabı filanı keçmiş bəhsə qayıdıb qardaşlar müraciət eləyə bilər. Burada kitab sahibi İbn Teymiyye'nin elə fikri ilə eynidir, kitab sahibinin rəyi. Həmin o Miresiyə rədd cavabı verir. Allah üçün məkan qərar verməyə var qüvvəsi ilə çalışır. Diqqət edin. ثُمَّ أَكَّدَ الْمُعَارِض دَعْوَاهُ أَنَّ اللّٰهِ فِي كُلِّ مَكَانٍ. Bir muarif, yəni həmən bu Miresi təkidlə qeyd edir ki, Allah Teala hər yandadır. Fəqət ərşin üstündə deyil. Yəni bizim şiə təbiri ilə düşür, la məkan. Məkan məxluqa aiddir. Çünki Həzrət Əli Aleyhisselam'dan olan hədisdə Kanəllah və ləm yəkunil məkan. Allah vardı, məkan yox idi. La məkan, məkansız. İndi gör nədir? Həmən o Miresi dəlil gətirir. Ələ tərə ənəhu mən səədəl cəbəl la yuqal ləhu innəhu əqrab ilallah Teala. Deyir, bir nəfər dağın üstünə çıxar. Ona deməzlər ki, həmən bu adam Allaha dağın ətəyində olandan daha yaxındır. Deməzlər. İndi kitabın sahibi Osman ibn Sa'id rədd cavabı verir ki, bu fikir batildir. فَيُقَالُ لِهَذَا الْمُعَارِض الْمُدَّعِ لَا عِلْمَ لَهِ. Deyir, bu etiraz eləyən şəxs ki, Allaha məkan qərar vermir, o şəxsdir ki, onun elmi yoxdur. La ilmə ləh. Buna belə cavab veriləcək. İndi görək nə cavab verir. Xahiş edirəm, gülmür. Mən ənbəəkə ənə rəsəl cəbəl leysə bi əqrab ilallah Teala min əsfəlihi. 「 Sənə kim deyib ki, dağın zirvəsi
dağın ətəyindən Allaha yaxın deyil. Sənə kim deyib bunu? Bu bir etiraz. Ləənnəhu, çünki mən əmənə bi ənəlləhə fəvqə ərşihi fəvqə səməvatihi, deyir kim iman gətirsə ki, Allah Teala səmanın üstündə, ərşin üstündədir, alimə yəqinən, ilmi yəqin hasil olur o şəxsdə ki, ənnə rə'səl cəbəl əqrab ilallah min əsfəlihi, dağın başı, dağın ətəyindən Allaha nədir? Daha yaxındır. Yəni bir nəfər, bir peykə otursun, səmadan çıxsın qırağı, həmən o adam Allaha yaxınlaşır. Yəni bir də raket filan, yəni bu nə tohiddir? Dağın başına çıx, Allaha yaxınsın. Dağın ətəyindəsənsə, Allahdan uzaqsın. Orada heç əlaqə kəsiləcək, tutmayacaq. Hala əhsən. Yuri Qaqarın, bəli. İndi dalına qulaq asın. Ənnə səmə-i səbiə əqrab ilə ərşillə minə sadisə. Deməli, göyün 7-ci qatı Allahın ərşinə 6-cı qatdan daha yaxındır. 6-cı qat 5-dən və bu cürlə fikirlər. Sonra görünədir. وَكَذَٰلِكَ رَوَى İshaq ibn İbrahim el-Hanzali. İshaq ibn İbrahim el-Hanzali nəql edir əhl-i sünnənin böyük alimindən ənnə İbn-i-Mübarək İbn-i-Mübarək nə deyib? Qalə deyib Rə'sul mənarəti əqrab iləllah min əsvəliha. Məscidin minarəsi Allaha yaxındır, onun ətəyi isə Allahdan uzaqdır. Yəni bir nəfər çıxıb minarədə namaz qılsın, bir nəfər məscidin bu pilləsində namaz qılsın, o minarədə namaz qılanın səsi və yaxud Allaha yaxınlığı o Sərdabədə və yaxud Hüseyniyyədə və yaxud aşağı pillədə qılınan namazdan fərqlənəcək. Və bu cür nə zəlalətlər qeyd olunur. İndi diqqət edin. Ola bilsin bir nəfər desin ki, həmən bu alim vəfat edib hicrətin 280-cı ilində. Həmən bu Osman ibn Səid-i-Darimi vəfat edir hicrətin 280-cı ilində. İbn Teymiyyən vəfatı haçaqdır? 700 neçədə? 28-də. 728-ci ildə hicrətin İbn Teymiyyə dünyasını dəyişir. Həmən bu Osman ibn Səid-i-Darimi hicrətin 280. Kim kimdən fikir götürüb? O gör bunların arasında nə qədər fasilə var. Mən sizə nə çatdırmaq istəyirəm? Həmən bu fikir çox qəribə də olsa, görür kimdən götürülür. Quran-ı Kərimdə Əl-Qasas surəsi, Əl-Qasas 38-ci ayə. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Və qalə Fir'aun. Fir'aun dedi: Ya eyyuhəl mələ, ey cəm olan şəxslər, ey qovum, ma alimtu ləkum min ilahin qeyri. Sizə özümdən başqa bir Allah görmür. Yəni, ən uca Allah mənəm, nəuzu billah. Fəavqid li ya Hamanu. Ey Haman, od qalan mənim üçün. Ələ tin. Tin palçıq deməkdir. Məqsəd odur ki, palçıq bir növ oda verildikdə olur nə? Kərpic. Yəni, istəyir ki, möhkəm bir qala tikilsin. Fəcəlli sarxən. Sarx qala deməkdir. Uca qalaya ərəb dilində deyərlər sarx. Həmən bu odda bişirilmiş kərpiclərdən istəyir ki, özü üçün bir uca bir qala tikdirsin. Niyə tikdirir o qalanı? Diqqət edin.
Ləalli əttali'u ilə ilahi Musa. Mən ora çıxıb Musa'nın Allahına oradan baxmaq istəyirəm. Yəni, Fironun əqidəsində vardı ki, Musa'nın iddia elədiyi, özünü Allah görür. Amma Musa'nın iddia elədiyi Allah da göydədir, ucalıqda. O qalanın üstünə çıxıb oradan onu neyəcək? Görəcək. Bu bir ayə iki yerdə təkrar olunur. Ğafir surəsində də deməli 36-37-ci ayələrdə. Bismillahirrahmanirrahim. Və qalə Fir'aun ya Haman. Fir'aun dedi, ey Haman, İbni, tikli mənim üçün. Sarhan, uca bir qala. Ləalli əbluğul əsbab. Əsbab ərəb dilində səbəbin cəmidir. Səbəbin bir neçə mənası var. Burada səbəbin mənası olacaq yol. Amma başqa yerdə səbəbin mənası olur ip. Başqa yerdə səbəbin mənası olur illət kimi bu şeyin səbəbi, bu hadisənin səbəbi. Hər yanda bir cür məna verir. Burada isə əsbab, yəni turuq, yollar. Ləalli əbluğul əsbab, mən yollar tapacam və yetişəcəm. Əsbab-ı səmavat, göylərin yolları fəəttali'ə ilə ilahı Musa. Musa Peyğəmbərin Allahını görəcəm. Yəni, Firon istəyir ki, ucalığa qalxsın, Allah ucalıqdadır, nəuzu billah, yəni minarənin üstü, dağın başı, bu sələfilərin dediyi kimi, həmən o yerlər Allaha altından daha yaxın. Deyil, Allah cisimdir. Biz Allahın cisim olmağını ağlımız dərk eləmir. Allah, məsələn, Allaha bənzər bir şey yoxdur. Bəndəsinə oxşamır, yaratdığına oxşamır. Ancaq minarənin altı, minarənin üstü Allaha fərqlə. Əgər bu cisim döyülsə, bu dağın başı altı ilə onun üçün necə fərq edir? Əgər bu cisim deyilsə, bizim kimi, insan kimi cisim deyilsə, Himalay dağı necə Allaha yaxın oldu Kəfəz dağından? Deyirlər cisimdir, amma əqidələrin gizlədirlər. Hələ Allahı cisim kimi gizlədirlər. İndi sualı təkrar edirlər. Şeyx Cavid, sənə kim dedi ki, İbn-i Teymiyyə bu əqidəni həmçində Osman ibn Səid Darimi 280-da vəfat eləyən və 728-də vəfat eləyən İbn Teymiyyə ilə həmən bu Darimi sənə kim dedi ki, əqidəni hələ Firondan götürüblər? Yəni, Vəhabi tohidinin bir ucu gedir çıxır kimə? Firona. Buna dəlil var? Bəli, var. Özü çox gözəl dəlildir. Diqqət edin. Əl-Qaidə Əl-Mərakeşiyyə. Əl-Qaidə Əl-Mərakeşiyyə. Kitabın adı Əl-Qaidə Əl-Mərakeşiyyə İbn-i Teymiyyənin, bunların ağalarının kitabı. Həmən bu kitabda deməli, Əl-Qaidə Əl-Mərakeşiyyə təlif Şeyx-ül-İslam Əhməd ibn Teymiyyə Əl-Mütəvaffa sənət 728 Hicriyyə Qaidə Mərakeşiyyə kitabı yazıb onu İbn Teymiyyə, hansı ki hicrətin 728-ci ilində vəfat edib. 2 nəfər bu kitabı təhqiq edib. Doktor Nasir ibn Sə'd Rəşid, Rıda ibn Nəhsan, Mu'ti Əl-Ustaz. Kitab çap olunur Məkkətil Mükarrəmədə. Çox əfsuslar olsun ki, həmən bu kitab çap olunur harada? Məkkədə. Səhifə 45-də. Nə yazılır? Yazır müəyyən bir kəlmələri bu ayəni gətirir. Qalə Teala, Allah Teala buyurur. Və qalə Fir'aun ya Haman. Fir'aun dedi, ey Haman, İbn-i li sarhan, mənim üçün bir qalatik. Ləalli əbluğul əsbab, mən o yolları tapacam, yetişəcəm o yollara. Əsbab-ı səmavat, göylərin yolları. Fəəttali'u ilə ilahi Musa, və Musa'nın Allah'ın görəcəm. İndi diqqət edin bunun istinbatına, dəlil gətirməyinə.
فَلَوْ لَمْ يَكُنْ مُوسَى أَخْبَرَهُ Əgər Musa Peyğəmbər aleyhi və alə nəbiyyinə səlam, əgər Musa Peyğəmbər Fir'ona xəbər verməsəydi ki, mənim Allahım göydədir, Fir'on o qalanı tikdirib üstünə çıxmazdı. Gör, əqidəni kimdən götürür bu vəhabi? Ərəbisini oxuyuram, başa düşənləri başa düşüb gizlədirlər. فَلَوْ لَمْ يَكُنْ مُوسَى أَخْبَرَهُ Musa Fir'ona xəbər verməsəydi ki, ənnə ilahəhu fəvq Musa'nın Allahı göydədir, ləm yəkun filan qala filanca tikdirməzdir. Açıq aşkar bu kəlməni bir neçə kitabında təkrar edir, fəqət bir kitabının adını çəkim. Əl-Əqidə Əl-Həməviyyə Əl-Kubra Əl-Əqidə Əl-Həməviyyə Əl-Kubra kitabında Əl-Əqidə Əl-Həməviyyə Əl-Kubra gedib baxa bilərlər. Əl-Əqidə Əl-Həməviyyə Əl-Kubra kitabında 1-ci cüz səhifə 50-də eyni bu ayəni gətirir və qalə Fir'on. Fir'on dedi, ey Haman, mənim üçün bir qala tik. Sümmə istənəfəl kəlam fəqal. Sonra təzədən Fir'on kəlmə istifadə edir, buyurur. Və inni ləəzunnuhu kazibə. Mən güman edirəm ki, Musa yalan danışır. Musa yalan danışır. Allah göydə deyil. Musa nədə yalan danışır? Kəlməsinə diqqət edin. İnni ləəzunnuhu kazibə fīmə qalə li. Mənə dediyi sözdə. Nə deyib sənə ey Fir'on Musa aleyhisselam? İnnə ilahəhu fəvqəs səmavat. Musa'nın Allahı səmaların üstündədir. Bunu Musa Peyğəmbər Fir'ona deyib və onu bir növ işə salır. Güya. Peyğəmbərin adından yalan danışır. Deyir, əgər, bu öz fikridir ya, sadəcə o Peyğəmbərin adına çıxır ki, qala tikdir, pul qoy, xərc qoy, od qala, çıx günən üstünə, orada Allah axtar günən, bu fikri Fir'onda Musa aleyhisselam yaradır. Bu tohid çox gözəl tohiddir, yapışsınlar, əl çəkməsinlər. Əl-Aqullah.